Bir tarazlıq məsələsinə baxaq. Həcmi 5 litr olan qapalı qabda 7 mol azot və 13 mol hidrogen amonyak alınması ilə reaksiya daxil olur və tarazlıq anında qabda təzyiq 25% azalmışdırsa, maddələrin tarazlıq qatılıqlarını hesablayın. Bildiyimiz kimi tarazlıq məsələləri qəbul imtahanlarında, əsasən də 4-cü qruplarda və müəllimlərin işə qəbul imtahanlarında daimə düşən məsələ tiplərindəndir. Biz bu məsələni edəndə birinci nə edəcəyik? Reaksiyanı qurmalıyıq mütləq burada. Azot və hidrogen arasında baş verən reaksiya tənliyini yazırıq. Reaksiya tənliyində yazdıq və əmsallaşdırdıq. Və daha sonra bu cədvəli qururuq. Deməli, bizə başlanğıc mollar verilib, sərf olunan molları qeyd edəcəyik və bir də tarazlıq mollarını qeyd edək. Başlanğıc molu azotun 7, hidrogenin 13, amonyak alınan maddə olduğu üçün bunun başlanğıc molunu biz 0 mol qeyd edəcəyik. Və biz bilirik ki, reaksiyaya sərf olunanlar həmişə reaksiya daxil olunan və alınan maddələrin molları nisbəti kimidir. Yəni, x mol azot reaksiyaya daxil olubsa, 3x mol hidrogen reaksiyaya daxil olacaq və 2x mol amonyak alınacaqdır. Onda tarazlıq anında qabda 7 çıxılsın x mol azot, 13 çıxılsın 3x mol hidrogen və 2x mol amonyak olacaqdır. Çünki alınan maddələrin həmişə sərf olunanla tarazlığı bir-birinə bərabər olur. İndi qayıdırıq məsələmizə. Məsələmizdə başlanğıcda 7 mol azot və 13 mol hidrogen, yəni ümumilikdə 20 mol var. Və biz bilirik ki, mol nisbətindən həcm nisbəti bir-birinə bərabərdir. 20 molun 25% azalıb. Onda biz burada 20-nin 25%-ni hesablayıb tapsaq, hesablayırıq ki, – 20 molun 25%-ni hesablayaq. Bərabərdir buradan 5 mol. Və davam edək. Ümumi 20 mol və 5 mol azalmışdırsa, sonda bizdə 15 mol qaz qarışığı qalmışdır. Yəni, tarazlıqlarının cəmini hesablayıb bərabərdir yazırıq 15 mol. Buradan hesablayıb x-i tapaq. 20 çıxılsın 2x bərabərdir 15. X bərabərdir 2 tam onda 5. Onda biz azotun tarazlıq qatılığını tapa bilərik. 7-dən çıxıram 2 onda 5-i, yazıram 4 onda 5. 13-dən çıxıram 3x-i, yəni 13-dən çıxıram 7 tam onda 5-i, 5 tam onda 5 və 2x-də bizdə edəcək 5. Və bizə sual deyilir ki, maddənin tarazlıq qatılığını hesablayın. Qatılığın düsturundan da bilirəm ki, C bərabərdir, nü bölünsün V-yə. Və V-miz də başda 5 litr verib. Deməli, aldığım tarazlıq qatıqların hər birini 5-ə bölürəm. 4 onda 5-i 5-ə böldüm, 0 onda 9. 5 onda 5-i 5-ə böldük, 1 onda 1. 5-i böldük 1-ə, 1 cavabı. Deməli, cavabımız C variantıdır.